Salam uşaqlar. Bugün atdığım sınaq sualları izah edirəm. Birinci sual. Bərabər kütlədə götürülmüş fosfin və oksigenin reaksiyasından maddələrin birindən 30 qram artıq qalmışsa, reaksiyadan neçə qram su alınır? Deməli, əvvəlcə fosfinin yanma reaksiyasını yazıram. Sonra əmsallaşdıraq. Fosforun sayı sağda 2'dir, sola 2 yazıram. Hidrogenim 6 oldu, suya 3 yazıram. Oksigenim sağda 8'dir, oksigene 4 yazıram. Bizə deyir ki, bərabər kütlədə. Buna diqqət etmək lazımdır. Deməli, əgər bərabər kütlə verilərsə, əvvəlcə həmin o kütlələri, məsələn, fosfinin də kütləsi A qramdır, oksigenin də kütləsi A qramdır. Əvvəlcə o verilən eyni kütlələri mola çevirməliyəm. Fosfin üçün mola çevirsəm, A qramı bölürəm 34-ə. Oksigenin A qramını mola çevirsəm, A-nı bölürəm 32-yə. Bunu necə aldıq? Maddə miqdarının düsturu var da, kiçik yen bölək böyük yen. Əgər mən maddə miqdarına görə maddənin molunu tapmaq istəyirəmsə, verilən kütləni, yəni A-nı, bax verilən kütlə A qramdır. Onun molar kütləsinə bölməliyəm. Yəni A-nı tutaq ki, pH üçün A-nı bölürəm nəyə? 34-ə. Məsələn, oksigen üçün molu tapıramsa, A-nı bölürəm nəyə? 32-yə. Deməli, mola çevirdim. Sonra aparıram, deməli, yuxarıda fosfinin də, oksigenin də üzərində həmin o molları yazıram. Fosfin üçün yazıram A bölək 34, yəni molu bu qədərdir. Oksigen üçün A bölək 32 yazıram. Sonra nə edirəm? Sonra həmin o yazdığım rəqəmləri əmsallarına bölürəm. Niyə bölürəm əmsala? Əmsalı ona görə bölürəm ki, görüm hansı kiçikdir. Kiçik olanın hamısı reaksiya sərf olunur. Fosfin üçün deməli əmsala bölsəm A bölək 34-ü 2-yə bölsək A bölək 68. Oksigen üçün A bölək, deməli A bölək 32-ni 4-ə böləndə 128. Məxrəcə 128 düşür. Deməli ən kiçik rəqəm budur. Bu o deməkdir ki, oksigenin hamısı reaksiya gedir, 30 qram fosfindən artıq qalır. Reaksiyanı yenə də yazıram. Deməli, P2O5 və su alınır. Suyun da əmsalına 3 yazıram. pH-ə 2, oksigenə 4. Deməli, müəyyən etdim ki, ən kiçik rəqəm oksigendir. Deməli, oksigenin hamısı reaksiya gedir. Oksigenin üzərinə A yazıram. Deməli, burada 30 qram artıq qalır. Bu artıq qalan fosfinnəndir. A minus 30. Deməli, A minus 30 qrama A qram oksigen reaksiya gedir. 2 vuraq 34'ə də 4 vuraq 32 qram oksigen reaksiya gedir. Deməli, 2 vuraq 34 vuraq A bərabərdir 4 vuraq 32 A minus 30. Buradan A-nı tapıram. Deməli, 2 ixtisar gedər 2 dəfə. Bu eləyər 34 A bərabərdir 64 A minus 64 vuraq 30. Deməli, 30 A da bərabərdir. 64-dən 34-dən çıxıram. Bərabərdir 64 vuraq 30. 30-dan 30 ixtisar gedir. A bərabərdir 64-ə. Deməli, A-nı neçə tapdıq? A-nı 64 tapdıq. Amma bizdən suyu soruşur. Deməli, A-nı 64 tapmışam. 64 qrama nə qədər su alınır bilmirəm. 4 vuraq 32 qrama isə 3 vuraq 18 qram su alınır. X bərabərdir 4 vuraq 32, 3 vuraq 18 vuraq 64. 32 ixtisar gedər 1 dəfə, 2 dəfə. Deməli, 2-yə ixtisar gedər 2 dəfə, 1 dəfə. Bu da edir neçə? 27 edir. Deməli, 27 qram su alınır. Suala baxırıq. Fosfini amonyakdan fərqləndirən nədir? Deməli, fosfin pH 3-dür, amonyak da NH3-dür. Bunların fərqinə baxaq. Havada alovlanması. Deməli, pH 3 havada alovlanır, ancaq amonyak alovlanmır. Deməli, fərqli cəhəti biri budur, fərqləndirdi. Biri budur. Tam yanmasından turşu oksidə əmələ gəlməsi. Deməli, tam yanmasından baxaq görək.
pH-ü yandıraq. Alınır P2O5. Bir də su. Burada turş oksidi əmələ gəlir. NH2 yandıraq. Tam yanmasından NO və su əmələ gəlir. Deməli, bu da fərqləndirdi. Burada turş oksid əmələ gəlir. Ancaq digərində duz əmələ gətirməyən oksid. Deməli, bu da fərqləndi. Bizdən də fərqləri soruşur, fərqləndirəni soruşur. Molekulunda poler kovalent rabitənin sayı. Baxaq görək. pH3-də 3 dənə poler kovalent rabitə var. Amoniakda da 3 dənə poler kovalent rabitə var. Bunlar eynidir. Ola bilməz. Aqreqat halları. Hər ikisi qaz halındadır. Deməli, NH3 də qazdır, pH3 də qazdır. Deməli, bu da eynidir. Bizə də fərqliləri soruşur. 1, 2. Cavab olur burada A variantı. Üçüncü suala baxırıq. Baxaq görək şərtdə nə deyilir. Karbonla silisiumun reaksiyasının qrafikinə əsasən Y maddəsi hansı maddələrlə reaksiyaya daxil olar? Əvvəlcə karbonla silisiumun reaksiyasını yazıram. Alıram silisium karbid. Baxın, şərtdə bizə kütlə haqqında heç bir söz demir. Ancaq biz qrafikdən görürük ki, X də, Y də hər ikisi eyni kütlədə götürülübdür. Yəni, bu eyni kütlədə hər ikisini yazıram A qram. Bilmirəm axı neçə qramdır. Ancaq qrafikdən görürəm ki, X-in hamısı reaksiyaya daxil olub, qutarıb da, yəni gəlir zaman oxuna perpendikulyar olursa, bu demək ki, hamısı sərf olunubdur. Y-dən isə artıq qalan miqdar var. İndi nə edirik? Bu yazılan rəqəmi, hansı ki, bu A qram götürmüşük, eyni kütlədə götürəndə nə edirdik? Onların molyar kütləsinə, nisbi atom kütləsinə bölək. 12-yə bölürəm. Silisium üçün də A-nı bölürəm 28-ə. Niyə bölürük? Bölürük ki, bunların molunu tapaq. Molun tapandan sonra əmsallarına bölək. Hansı kiçik olsa onun hamısı gedir. Deməli, A bölək 12-ni bölürəm əmsal axı 1-dir. A bölək 12 olur. A bölək 28-i silisiumun əmsalı 1-dir deyə A bölək 28. Ən kiçik rəqəm budur. Bunun hamısı gedir. Biz də qrafikdən görürük ki, hamısı reaksiyaya daxil olan maddə hansı maddədir? X maddəsidir. Deməli, artıq qalan maddə hansı maddədir? Y maddəsidir. Deməli, bizdə X tam axıra qədər gedən maddədir. Bu bizdə olur silisium maddəsi. Yəni, silisiumdur. Y maddəsi isə karbondur. İndi bizdən nə soruşur? Y maddəsi üçün, yəni karbon üçün karbon hansı maddələrlə reaksiyaya daxil olar? Baxaq, karbon xlorla getmir, hidrogenlə gedir. Karbon üzərinə hidrogen gələndə CH4 alınır. Karbon natrium OH ilə getmir, amma karbon qatı nitrat turşusu ilə reaksiyaya gedir. Nə alınır? Buradan alınır karbon qazı, NO2 alınır, bir də su alınır. Deməli, bizə də deyir ki, reaksiyaya daxil olar 2 ilə 4 E variantı. 4-cü suala baxırıq. 4-cü sualda nə veribdir? Deməli, NH4, 2, xrom 2, O7-nin parçalanması. Alınır nə? Xrom 2, O3, N2, bir də su. Digər reaksiya. Misonun üzərinə NH3 gəlib. Alınır mis, N2, su. Hər ikisi azotun laboratoriyada alınma reaksiyasıdır. İndi bizdən nə soruşur? Ümumi olan nədir? Hər ikisi üçün eyni olan. Bərk maddə alınır. Baxaq görək, bu qazdır, mayedir, bu bərkdir. Bəli, burada bərk var. Sonra qazdır, mayedir, bərkdir. Bəli, burada da bərk var. Deməli, birinci doğrudur, ümumidir. Molekul daxili oksidləşmə reduksiya reaksiyası. Baxaq görək, burada NH4-də azot -3-dür, gəlib 0-a. Xrom, deməli, oksigen burada -2-dir. 7, 2, 14, 14-dən 2-sini çıxırıq. 12, 2-yə də böləndə müsbət 6. Xrom müsbət 6-dan gəlib nəyə? Müsbət 3-ə. Deməli, xrom üstü azalıbdır, bu oksidləşdiricidir. Azotun da üstü artıb, bu da reduksiya edicidir. Ancaq bir maddənin içərisindədir deyə
ayrı-ayrı element atomlarıdır deyə bu olur molekul daxili. Deməli, molekul daxili nə oldu? Elektronu alan da, verən də bir maddənin içərisində ayrı-ayrı element atomlarıdırsa, bu olur molekul daxili. Deməli oldu bu molekul daxili. İndi buna baxırıq. Miso ilə amoniakın reaksiyasına. Mis müsbət 2-dir. Gəlir 0-a. Amoniakda azot mənfi 3-dür. Çünki hidrogen müsbət 1 daxı ona görə. Mənfi 3-dən gəlir 0-a. Deməli, mis müsbət 2-dən 0-a gəldi, üstü azaldı. Azot da mənfi 3-dən 0-a getdi, üstü artdı. Ayrı-ayrı maddələrin içərisində ayrı-ayrı element atomları elektronu alırsa, verirsə, bu olur molekul arası. Molekullar arası. Bizə də deyir ki, molekul daxili oksidaşma reduksiya reaksiyasıdır. Bu yox, ümumi olmadı. Çünki birinci molekul daxilidir, ikinci molekullar arası. Su alınır. Bəli, hər ikisində su alınır. Ümumi olan bir də budur. Azotun valenti dəyişmir. Deməli, NH4-də azotun valenti birincidə. Valenti 4-dür. Azotun valenti burada 4-dür. Sərbəst halda azotun valenti 3-dür. 4-dən 3-ə gəldi. Burada dəyişdi. Amoniakda azotun valenti 3-dür. Sərbəst halda da 3-dür. Birində dəyişir, digərində dəyişmir. Bizə də deyir ki, ümumi olsun. Ümumi olan 1 ilə 3 D variantı. Suala baxırıq. Nə deyir? Amonium xlorid yazaq. NH4 xlor. Sonra amonium nitrat. NH4NO3. Ümumi olan nədir? Birinci, termiki parçalanmasından amoniak alınır. Birincidən alınır amoniak H-xlor. İkincidən alınır N2O su. Deməli, ümumi olmadı. Birinci ümumi olmadı. Çünki birincidən amoniak alınır, ikincidən N2O. Normal duzlardır. Bəli, bu normal duzlardır. Normal duz nədir? Normal duzda ya metal olmalıdır, ya turşu qalığı, ya da amonium olmalıdır, bir də turşu qalığı olmalıdır ki, bu normal duz olsun. Deməli, hər ikisi normal duzlardır. Suda yaxşı həll olurlar. Bəli, çünki amoniumun bütün duzları suda yaxşı həll olur. Bütün duzları suda yaxşı həll olur. Parçalanması oksidaşma reduksiya reaksiyasıdır. Gəl buna da baxağın. Deməli, amoniakda NH4-də azotun oksidaşma dərəcəsi -3, amoniakda da -3. Xlor -1-dir, burada da -1-dir. NH4-də azot -3-dür, nitratda azot -5-dir, -1-ə gəlir. Deməli, birinci oksidaşma reduksiya reaksiyası deyil, amma ikinci oksidaşma reduksiya reaksiyasıdır. Bizə də deyir ki, ümumi olsun. Ümumi olan 2 ilə 3 olur nə? C variantı.